Arkadaşlar salam. Nə vaxtsa bəlkə lazım ola biləcək bir məlumatı nəzərinizə çatdırmaq istəyirəm. Tutalım ki, ölkə turuna yaxud da dünya turuna çıxmışıq və elə bir yerdə maşınımız xarab olur ya da benzinimiz qurtarır ki, ətraf əraziyə baxırıq, qumdan və yaxud da təkcə meşəlikdən başqa heç nə yoxdur. Heç bir obyekt yoxdur. Belə olanda nə edirik? Həm də WhatsApp bizdə yoxdursa, GPS-imizi aktiv edib konum da göndərə bilmirik. Belə olan halda nə etmək lazımdır? Yerimizi təyin etməsi üçün kiməsə zəng edib məlumat verəndə hər bir yolun 1 kilometrliyində, xüsusilə də avtomagistrallarda 1 kilometrdən bir göy kvadratın içərisində rəqəm yazılır, kilometr göstəricəsi. Məsələn, Bakı Qazax istiqamətində gedirəm, 346 kilometrlikdə qalmışam. Bu məlumat qarşı tərəfə yerinizi təyin etməsi üçün yetərli informasiya vermiş olar. Nə vaxtsa lazım ola bilər? Qısa bir informasiya. Nə üçün?